Mən bir dəfə toya getdim. Toylarda rəqs eləmirlər. Hind kinolarından fərqli olaraq toylarda rəqs olmur. Sadəcə bəzi iki yer var burada ki, toyda rəqs eləyərlər. Ben Başqaları rəqs eləmir. yenirler toy. Toya niye gidiler? Toyda mən bir də toya getdim. Yəni bəylə gəlin bir hardasa bir 3-4 saat ayaq üstə durdular. Aha. Cəmaət gəldi, şəkil çəkdirdi, çıxdı getdi. Sonra getdilər, o birisi otaqda yemək yedilər hamısı. Yeməyi də banan yarpağının üstündə verdilər. Mən sadəcə marağa getmişdim toya. Məni otuzdurdular. Qabağıma da bir dənə banan yarpağını qoydular. Hamı da əli ilə yeyir. Mən O bilirəm. dondurmanın taxta qaşıqlarını tapdım. Yəni dondurma qoymuşlar. Ona taxta qaşıq qoymuşlar bu boyda. Mən də dondurmanın taxta qaşığı ilə başladım biraz dadına baxmağa. Hə, çox əllə yeyirlər. Düyünü su ilə, yəni düyünü su ilə, su deməyim də sulu yeməklə qatıb, yəni əllə yemək çox çətin məsələdir. Yəni artıq xaricilər də elə yeyirlər. Norveç görmək lazımdır. Yəni burada almanlar, Norveçlər hamısı əllə yeyirlər.